Aşık Elesker, 19. yüzyıl Azeri tereke saz üstadlarının en önemli temsilcisi ve Azerbaycan aşık edebiyatının klasiklerinden biridir. 1821 yılında şimdi Ermenistan topraklarına katılmış eski bir Türk yurdunda Basar Keçer'in A Kilise köyünde dünyaya gelen Aşık Elesker'in babası Al Mehmet, kalabalık bir ailenin fakir reisi olmasına rağmen çevresinde sevilen ve saygı gören bir insandı. Aşık şiirine ve saza vurgun denecek kadar düşkün olan ailede 4 erkek ve 2 kız kardeşin en büyükleri olan Elesker, daha çocuk denecek yaşlarda dahi din adamlarının vaazlarını, dervişlerin hikayelerini ve aşıkların destanlarını dinleyerek büyür. Aşık Elesker 14-15 yaşlarına gelince köyün zenginlerinden Kelbay Kurban'ın yanına hizmetkar olarak verilir. Ancak çalışkanlığı, üstün zekası, kıvrak zekası, dürüstlüğü ve de büyüklerine karşı olan saygısıyla çok kısa zamanda Kelbay Kurban'ın gözüne girer bu. Evin tek kızı olan Sehnebanı'yla da aralarında bir muhabbet doğar. Bu muhabbetten haberi olan Kurban çok sevinir. Yani Aşık Elesker'le kızının arasında böyle bir muhabbetin olmasına Kurban sevinir. Çünkü Aşık Elesker'i evine damat olarak almak niyetindedir ve bunun da hazırlığı içindedir. Ancak Kelbay Kurban'ın kendisinden daha zengin olan bir kardeşi var ki Muharrem isminde, o da Sehnebanı'yı kendi oğluna almak istiyor. Onun için Sehnebanı'yla Aşık Elesker'in evliliğine Muharrem engel olur ve Sehnebanı'yı kendi oğluna alır. Öyle olunca da Aşık Elesker sevgilisinin bir başkasıyla evlenmesinden sonra o evde durmak istemez. Gönlü yaralı olarak o evden ayrılır. Bu arada kendi kendisine şiirler söyler, türküler söyler ve de aşıklığa heves sarar. Babası Aşık Elesker'e bir saz alarak bunu Aşık Ali'nin yanına çırak olarak verir. 5 yıl Aşık Ali'nin yanında çıraklık yapar. Ancak bu 5 yıl içerisinde aşık sanatının inceliklerini, aşık sanatının ustalıklarını o kadar güzel kavrar ve o kadar çabuk öğrenir ki aşık meclislerinde artık Aşık Elesker aranır olur. Aşık Elesker'in ustası Aşık Ali ile de bir atışması var ki birçok kaynaklar Aşık Elesker'in meclislerde, topluluklarda, toplantılarda ustası Aşık Ali'yi saymayarak onun istek ve arzularının dışında kendisinden türküler söylediğini ve bunun içinde Aşık Ali'nin Aşık Elesker'e kızdığını, onun içinde Aşık Ali ile Aşık Elesker'in karşı karşıya geldiklerini yazarlar. Oysa Aşık Elesker'in özelliklerine bakınca, yani hizmetkar olduğu Kurban'ın yanındaki özelliklerine bakınca Aşık Elesker'in ustasına karşı, Aşık Ali'ye karşı bir saygısızlık yapacağını, onun isteklerinin dışında türküler söyleyeceğini, kendisinden irticalen türküler söyleyip Aşık Ali'yi güç durumda bırakacağını düşünmemek gerekir. Çünkü Aşık Elesker'in bu güzel özelliklerinden dolayı, yani üstlerine karşı, büyüklerine karşı saygısından dolayı zaten Kelbay Kurban'ın gözüne girmiş ve Kelbay Kurban da onu kendisine damat olarak almak istemişti. Bu özelliklere sahip olan bir insanın kendisini yetiştiren Aşık Ali'yi kızdırması ve bu şekilde Aşık Ali ile karşılaşmış olması mümkün görülmemektedir. Ancak o dönemde meclisin irfan kişilerinin, köy ağalarının, köy ahalisinin dinleyebileceği, eğlenebileceği hiçbir televizyon gibi, radyo gibi hiçbir alet yoktu. Bütün köy halkının tek eğlencesi aşıkların atışmasıydı, aşıkların hikayesiydi. Aşık Elesker de bu 5 yıl zarfında usta bir aşık haline geldikten sonra köy halkı Aşık Elesker'le Aşık Ali'yi karşılaştırmak istemişlerdir. Bunların ikisinin birbiriyle karşılaşmasını arzu, hatta teşvik etmişlerdir. Ancak bunu ne Aşık Ali kabul etmiştir ne de Elesker kabul etmiştir. Köy kurnazlarından bazıları gidip Aşık Ali'ye, yani Aşık Elesker'in ustası olan Aşık Ali'ye, Aşık Elesker senin hakkında sağda solda kötü şeyler söylüyor, kendisinin senden daha üstün olduğunu söylüyor gibi dedikodularla
Aşık Ali'nin canını sıkmışlardır. Aşık Ali bu insanlara inanmış ve Elesker'in kendisi hakkında bu tip şeyler söyleyeceği ihtimalini doğurmuşlar Aşık Ali'de. Ve de Aşık Ali'ye şunu da tavsiye etmişler. Demişler ki sen onu karşına al, bir onu bağla, onun bir sesini kes demişler. Aşık Ali de bu insanların getirdikleri bu tip dedikodulara inanarak Elesker'le karşılaşmaya razı olmuş. Bir gün bir köy ağasının evinde meclis toplanmış. Aşık Ali oraya gelmiş. Aşık Elesker'i de çağırmışlar. Ve Aşık Ali, Aşık Elesker'i meydana davet etmiş. Atışmaya davet etmiş. Aşık Elesker önce yalvarıp yakarmış. Ben ustamla meydana çıkmam. Ben ustamla atışmam demiş. Ancak gerek Aşık Meclisi, gerek Aşık Ali'nin yani ustasının ısrarı üzerine Aşık Elesker Aşık Ali ile karşılaşmaya mecbur kalmıştır. Ama karşılaştıktan sonra da Aşık Ali'yi alt etmiştir, bağlamıştır. Aşık Ali sazını alıp meclisi terk etmiştir. Ondan sonra da Aşık Elesker bütün civar illerde, ilçelerde hatta bütün Kafkaslar'da ismi geçen, sayılan, sevilen bir aşık haline gelmiştir. Azerbaycan'ın başşehri Bakü'de her yıl Aşık Elesker'i anma geceleri düzenlenmektedir. Aşıklar Meclisi ekibinin de katıldığı bu gecelerden birisinde Azerbaycan'ın ünlü hanım aşığı Telli Borçalı, Aşık Elesker'den bir parça seslendirdi. Önce Telli Borçalı'yı dinleyip sonra büyük ustayı tanımaya devam edelim. Hay durum dolanım başına, kaşı göz kara ceyran, aman 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 oy derdin alem. Hay həsrətinlə ceyran ay ceyran ay ceyran ay ceyran xəstə düşdüm. Heylə dərdə çaray ceyran, tınlı ceyran ay tınlı ceyran, tınlı ceyran aman aman ay dərdin alem.
eşkin girdabında qalam. Bala balama, bala balama, bala balama ağrı qalim. Hay küstürmüşəm Ceyrana, 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 ceyran könlün Allah'ım. Yalvara, yalvara ceyran, aman 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 kurban anam, kurban anam, kurban ağrın. Haz eylən görüm Ceyrana, 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 ceyran haralısan. Borçalının varalısan. Telli ceyran, ay telli ceyran, telli ceyran, aman 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 oy derdin ağlıma bağlam. Aşık Elesker hem kendisinin hem de dönemin en önemli ustası olan Aşık Ali'yi bağlaması yani yenmesi neticesinde geniş kitleler arasında üne kavuşur ve 19. yüzyıl ortalarına doğru artık bütün Kafkasya'da tanınan bir aşık olur. Tiflis'te Rusça yayınlanan Kavkaz gazetesi 1851 yılında ondan olağanüstü sesi, saz çalma mahareti ve irticalen şiir söyleme kabiliyeti olan bir sanatkar olarak söz eder. Sevgilisi Sehne Banı'dan ayrı bırakıldıktan sonra Aşık Elesker 40 yaşına kadar bekar kalır. 1862 yılında Kelbecer'in Yanşak köyünden olan Ana Hanım'la evlenir. 1918 yılında Ermenistan'da iktidara gelen Taşnaklar, Azerbaycan Türklerine karşı bir soykırıma başlayınca Aşık Elesker ailesiyle birlikte göçüp Azerbaycan'ın Terter bölgesine yerleşir. 1921 yılında durum nispeten düzelince de yeniden doğduğu köye A Kilise'ye döner. Fakat yaşlılık ve hastalık yüzünden artık saz çalıp türkü söyleyemez. 7 Mart 1926 yılında 105 yaşındayken A Kilise köyünde son yolculuğuna çıkarak Hakk'ın rahmetine kavuşur. Azərbaycan aşıq ədəbiyyatında, aşıq sənətində uca dağlar, möhtəşəm zirvələr var. Ancaq o zirvələrin ən yüksəyi, ən ucası, ən möhtəşəmi şübhəsiz və bir mənalı şəkildə Aşıq Ələsgərdir. Aşıq Ələsgər Göyçə saz söz dünyasını yetirməsidir. Göyçə aşıq məktəbini yetirməsidir. Ondan əvvəl Göyçədə Aşıqalı da olmaqla böyük üstadlar olub və Aşıq Ələsgər Aşıqalıdan dərs alıb. Amma Aşıq Ələsgər aşıq şeirini elə bir yüksəkliyə qaldırıb ki, nə özündən əvvəl, nə də özündən sonra heç bir şair sazımızı, sözümüzü o yüksəkliyə qaldıra bilməyib. Aşıq Ələsgər 1821-ci ildə anadan olub, 1926-cı ildə Haqqın dərgahına qovuşub. 105 il yaşayıb, çox uzun ömür yaşayıb. Bu uzun ömürdə Azərbaycan xalqına, Azərbaycan xalqının ruhuna, dilinə, sazına, sözünə, mədəniyyətinə elə töhbələr, elə hədiyyələr bəxş edib ki, 1000 illər boyu neçə ki insanlıq yaşayır, insanlar yaşayır, Azərbaycan xalqı var, Türk dünyasının sazı, sözü və ruhu var, Ələsgər həmişə diri və duru olaraq qalacaq. Aşıq Ələsgər 105 illik ömründə çox zəngin bir irs qoyub gedib. Təəssüflər olsun ki, Aşıq Ələsgərin yazı savadı olmadığına görə çox şeylər itib. Amma qalanlar da o qədər möhtəşəmdir ki, o qalanın 2 şeiri də qalsa yenə Aşıq Ələsgər, Aşıq şeirinin qarlı zirvəsi olardı. Bir Mirzə lazımdır əli qələmli, mən deyən vəsfini yaza müşkünəz. Yəni mən yaza bilmirəm, bir əli qələmli adam lazım idi, mənim dediyimi yazaydı. Aşıq Ələsgər Aşıq şeirinin bütün formalarında ən yüksək səviyyədə hər formaya bir abidə qoyur. Mən söhbəti uzatmadan hər formadan bir nümunə deyirəm. Gəl aylı, gedin deyim o gəlinə,
ölürəm yanıma gəlsin. Gəlsə bəlkə tapam şəfa, batmasın qanıma gəlsin. Dəryada çox olar balıq, mətləbimi versin xalıq. Çit tuman atla zarxalıq, yar gersin yanıma gəlsin. Ələsgərin sədası var, mərdin nə ki qədası var, namərdin canına gəlsin. Gəraylı, o qədər şirindir, o qədər gözəldir, o qədər təmizdir. Elə bil ki, bu şeir deyil, bu söhbətdir. İki insan arasında səmimi bir ünsiyyətdir. Və yaxud qoşmalar nə qədər gözəldir, nə qədər təravətlidir, nə qədər şirindir, nə qədər hamı tərəfindən hafizələrə köçür. Heç bilmirəm, nə eləmişəm, nə eləərəm, xəncər alıb qara bağırım, teylərəm. Bir canım var, yara qurban eylərəm, el desin, aşıq da qurban öldürür. Nə qədər gözəldir, nə qədər səmimidir. Aşıq Ələsgərin təcnisləri ilahi dərəcədə gözəldir, çox sığallıdır. İsmi üç hərflə eylərəm bəyan, mimdir, nundur, sin yazılıb daldala. Mən aşığam daldala, bayqu gəzər daldala, açılıb yaxan bəndi, çək turuncun daldala, sədrin üstə şux məmələr görünür, bədnəzərdən pünhan eylə daldala. Ələsgərəm, mən də nişana qoydum, təmiz az saxladım, nişana qoydum. Mən aşığam nişana, xal üzümdə nişana, sinəmə dağlar çəkdin, qaldı eldə nişana, başımı qarşında nişana qoydum, əsirgəmə at oxlarını daldala. Nə qədər gözəldir, divaniləri. Ol xudadan əmr olundu Mustafaya dalbadal, ay ilə gün gərdi şeylər bu dünyaya dalbadal. El söhbəti, düşmən sözü padişahın sistəmi, bugün saldın əsərimi bədbəlaya dalbadal, hansı divanisinə əl atırsan, ilahi dərəcədə gözəldir. Ələstüdən bəli dedim, nə xoş kəmaldır hüküm, beş gözəlin aşıqıyam, vəsf-i camaldır hüküm. Həm dərindir, həm dayazdır, həm acıdır, həm şirin, zəhmətdə zəhri həlail, ləzzətdə baldır hüküm. Nütfəsindən əyri olan tez göstərər isbatın. Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın. Hər cayı hədiyana sayar, naşı bilməz qiymətin. Əhl-i ürfan məclisində gövhər misaldır hüküm. Pirim bana nüsrət verdi, bugün çıxdım biçarə Aşıq Ələsgər, sığın Şah-ı Heydara, onun damənindən tutan məhşərdə yanmaz nara. Pirim bana nüsrət verdi, bugün çıxdım bazara, sərrafsan açmaq ki, gör nə cəlaldır hüküm. Divani, axara bax, ləngərə bax, havaza bax, sözün davanına söykənməyinə bax. Elə bil ki, Allahın dilində danışır bu adam. O qədər güclüdür. Müxəmməs deyir məsələn. Duvaq qapma deyirlər, müxəmməs deyirlər. Məclisi qapayan şeir forması. Dəli alı bir sadd açıb Şah Abbas dövranı kimi. Yanında yoldaşları var Azərbaycan xanı kimi. Zeynalabdı Bəybəzənin, Misirin sultanı kimi. Hər yana kağız dağıldı Süleyman fərmanı kimi. 72 millət gəldi Ərəsət divanı kimi. Bir dənə boş deyilmiş, boş söz yoxdur ki, deyərsən bu sözü belə yox, belə desə daha gözəl olardı. Kərpici kərpicin üstünə, daşı daşın üstünə elə qoyub, hörgünü elə örüb, memarlığı elə yapıb, heyran qalmamaq olmur. Və mən o xoşbəxtlərdənəm ki, Aşıq Ələsgər yaradıcılığını da əlifindən axırıncı hərfinə qədər yaddaşında gəzdirən bir adamam və Ələsgər dastanını yazan da mənəm, Yunus Emre dastanı kimi. Orada bir heyrətlə bir başlanğıc var. Ələsgərə müraciətlə Zəlimxan Yaqub deyir ki, könlümdə yaşadıb könül varını, sazımı eşqinlə çalmışam ustad. Aylarla oxuyub qoşmalarını, illərlə xəyala dalmışam ustad. Bağlanıb varlığın qıfıl bəndinə, tilsimdir sehrindən qaça bilmirəm. Bağlama demişəm, bircə bəndinə bir ömür qoymuşam, aça bilmirəm. Ürəyin yanğısı tellərə düşüb, cina silmələnib, təciniz toxunub, yazıya düşməmiş dillərə düşüb, ellərin dilində əzbər oxunur. Sən elə qatımsan balı qaymağa, dadan ləzzətindən doymur ay ustad. Sözün şöhrətini elə oymağa, ham sənin kimi yaymır ay ustad. Vaxtım, yaratdığım misraya bəndə nə memar işidir, nə zərgər dedim. Dilim söz tutanda, ağlım kəsəndə Ələsgər çağırdım, Ələsgər dedim. Ələsgər çağırdım, Ələsgər dedim. 60 yaşım var, 60 ildə Ələsgər deyirəm. Çünki özü deyir məni çağır, özü deyir məni səslə, özü deyir mənim dilimlə danış, özü deyir mənim havamı çal. Həm də Aşıq Ələsgər uzun ömründə çox böyük zülümlər, zillətlər gördü. Ermənilər tərəfindən o zaman da qaçqınlıq, köskünlük oldu, Göyçə dağıldı, xaraba qaldı. Daz sənin əlindən çərxi kəcmədar, işim ahvay oldu günüm ahızar.
aşıq dəyirmançı ağa çarvadar, sərraf gəlsin bu bazara dolansın. Yəni Aşıq Ələsgərin şeirlərində dövrün, zamanın zəngin tərcümeyi halı var, şikayətnamələri var, ustasnamələri var. Ona görə də Ələsgər qəlbinə saldığın işığı, məclislər zinəti, el yaraşığı, əzizliklə saxladığın aşığı, zəlilliklə imtihana çəkirsən. Tanrıya şikayət edir ki, məni sən əziz yaratmışdın, niyə zəlil edirsən? Yəni, Aşıq Ələsgər aynı zamanda çox böyük bir şəxsiyyət olmuş, peyğəmbəranə bir şəxsiyyət olmuş və təkcə şairliyinə görə, şəxsiyyətinə görə, ağır oturub basman gəlməyinə görə, Hacı Bəxtaş Vali Yunus Ümrə demişkən, əlindən, dilindən, belindən heç kəsə xəta gəlmədiyinə görə, yaxşı hörmətlə, təmiz adla mən dolandım bu Qafqazın elini, pira ata dedim cavana qardaş, ana bacı bildim qızı gəlini, bu əxlaqla, bu tərbiyə ilə böyük bir ustad oldu və Azərbaycan aşıq sənətində heykəlləşdi. Bu dünya durduqca, saz durduqca, türkün ruhu yaşadıqca, Azərbaycan xalqı var olduqca Aşıq Ələsgər yaşayacaq. Allah ona qəni-qəni rəhmət eləsin. Aşıq Ələsgəri yad eləyənlər, onun havasıyla, sözünlə yaşayanlar uzun ömürlü olsun. Tanrının nəzəri həmişə onların üstündə olsun. Aşık Ələsgər hayatta olduğu dönemde hiçbir kitabı yayınlanmadığı ve şiirleri sözlü gelenekle dilden dile nakledildiği için şiirlerinin büyük bir kısmı kaybolmuştur. Buna rağmen Azerbaycan ve Türk halk edebiyatına aşık şiirlerinin bütün türlerini kapsayan zengin bir miras bırakarak hakkına yürümüştür. Ələsgər'in şiirlerindeki anlam ve sanat gücü büyük bir kabiliyet ve üstün bir zekanın ürünü olmadan daha öte olduğu için Azerbaycan'da onun hak aşığı yani badeli aşık olduğuna inanılmaktadır. Şahmar zülfün bədnəzərdən daldala, Çinlə gərdənində həmail eylə. Aç niqab altından məhz camalını, aləmi hüsnünə həmail eylə. Fərhad şirin sevdi, yetim yaxşı yar. Təbib sənsən, gəl yaramı yaxşı yar. Yaxşı yara, qismət olmur yaxşı yar. Həm sözdən mətləb qan, həmail eylə. Ələsgər, Dərbağdan yaxşıca nana, yaxşı dost, kəz baxmaz yaxşıca nana. Yaxşı can yetişsə, şair yaxşı canana, həm günü xoş keçər, həm ail eylər. Şanvay seyle çıkayar, hay bezel kuş şanvay seyle çıkayar, oyala gözlü sehna balma yavaş, canma yavaş, gedene yavaş. Canım yavaş Bəzənib qurşanıb seylə çıxan ya, ala gözlü səhnabanım yavaş get. Hər qıya baxanda öylər yıxan ya, cəllad olub töhmə qanım yavaş get.
aşıqam ey, sən mənə buta. Mən sənə aşıqam ey, sən mənə buta. Dəhanın bənzəri qəndələ bat, qəndələ bat, qəndələ bat. Ləbini tənə vurur ey, bu həyata. Ləbini tənə vurur ey, bu həyata. Qoyni cənnətiniz, valmoy yavaş, çalmoy yavaş, gedəm ey yavaş. Mən sənə aşıqam, sən mənə buta. Dəhanın bənzir qəndə nəbata. Ləbin tənə vurur ab həyata. Qoyni cənnət rızvanım yavaş get. Dəli divanə, əl askərəmə yoldum, dəli divanə. Atmışyanın sinəmə, koydum nişan, koydum nişana, ay dərdin alım. Sallanışın bənzər huri qılmana. Sallanışın bənzər ey huri qılmana. Kəbəm qibləm dili, manım yavaş gedi, canım yavaş gedi, gedən o yavaş gedi. Əl askərəm, oldum dəli divanə. At müjganın sinəm qoydum nişana. Sallanışın bənzər huri qılmana. Kəbəm, qibləm, oy dinmanım yavaş gedi.